Hicab bizim əxlaqımızdır. Hicab bizim dəyərimizdir. İnanmıram ki, uşaq istəməsə, valideyn onu məcbur eləsin ki, sən ona hicab, mütləq hicab taxmalısan. Son vaxtlar bu mövzunun üstündə çox danışırlar və bilmirəm, bəlkə nəyisə təbliğ eləməyə çalışırlar, amma düşünürəm ki, yəni elədikləri şey çox mənfidir və qıraqdan da çox pis görsənir. Uşaq özü buna razıdırsa, heç bir problem yoxdursa və bunu necə deyim, çöldə bir ayıb olaraq görmürsə, bu çox normaldır. Uşaqları hicabla görəndə Allaha and olsun. Mənə bilirsən də xoş gəlir. Zəhmət olmasa özünüz təqdim eləyərsiniz. Dəynə Səlim xanımı, tədqiqatçı, jurnalist. Mən Hacıada Nahid, KPS Universitetinin 2-ci kurs tələbəsiyəm. Mən Səfərov Mirzə, 25 yaşım var. Mən Həbibov İlqar Həmdullahoğlu, Qubalı balasıyam. Bakıda yaşayıram. Deyir ki, Qubalı balasıyam. Elmsiz, şad oldum əmi. Deməli, sualımızın məzmunu nədən ibarətdir bugünkü? Son vaxtlarda sosial şəbəkələrdə belə bir məsələ gündəmdir ki, valideynlər övladlarına hicab taxmaqdan onlara təzyiq verirlər. Və yaxud da məktəblərdə hicab qadağan olunmalıdır. Hicab inkişafa manedir. Bu şeylərə qarşı münasibətiniz necədir? Siz bu barədə nə düşünürsünüz? Mənə xoşdur. Mən uşaqları hicabla görəndə Allaha and olsun. Mənə bilirsən də xoş gəlir. Nəinki böyük gəlinlər geyir, hicabla gəzir. Bu uşaqları mən hicablı görəndə mənə xoşdur. Hicab bizim əxlaqımızdır. Hicab bizim dəyərimizdir. Bilirsiniz ki, Allahın müqəddəs kitabı olan Quran-ı Kərimdə də bu dəyərlər çox yüksək qiymətləndirilib. Eyni zamanda qiymət verilib. Deyir ki, Peyğəmbər sallallahu deyir ki, Allah təala buyurur ki, zina yerlərini, ey qadınlar və yaxud da ey kişilər zina yerlərinizi örtün, zina yerləriniz görünməsin. Qardaş, hicabdan Zinətlərinizi. bəli, zina görünməsin. Hicabdan gözəl nə ola bilər? Amma belə başa düşürəm ki, yox, onu qadağa qoymaq lazım deyil. Çünki даже başı bağlı qadınlar, qızlar, onlardan elə bir nur gəlir. Təbii ki də mən bir gənc olaraq o qədər də dünya görüşü olan bir şəxs deyiləm, amma yenə də mənim düşüncəm belədir ki, biz tam bir İran İslam Respublikası kimi bir necə deyim, dini respublika olmasaq da, mən hicabın yığışdırılmasına, ləğv olunmasına və yəni belə bir şeylərə qarşıyam. Çünki yəni mən düşünürəm ki, dində məcburiyyət yoxdur və əgər uşaq özü buna razıdırsa, heç bir problem yoxdursa və bunu necə deyim, çöldə bir ayıb olaraq görmürsə, bu çox normaldır. Çünki yəni hicab taxan bir insanın necə deyim, oxumamaq kimi bir ehtimalı yoxdur. Məhdudiyyəti yoxdur. Təbii ki də, yəni çünki hicab belə bir şeydir ki, yəni o sadəcə görünüş və insanın necə deyim, içinin Allaha dinə yönəlməsidir. Və yəni mən belə düşünürəm ki, hicabın yığışdırılması və yaxud da necə deyim, ləğv olunması, qadağan olunması normal bir şey deyil. Mən buna normal baxmıram. Çünki yəni mənim ətrafımda da hicablılar da var, yəni insanlar da var. Və yəni necə deyim, o qədər hicablı insanlar var ki, hal-hazırda dünya tanıyır onları. İstər idmançı cəhətdən olsun, istər elm, istər bilik cəhətdən. Və yəni mən belə şeyə qarşıyam və normal necə deyim, baxmıram ki, yəni hicab yığışdırılsın. Çünki yəni hər kəsin öz perspektiv fikri var. Eynən. Yəni hər öz mədəniyyətini təmsil eləyir. Müsəlman ailələr də ki, xoş olar ki, uşaqları hicabla olsun. Burada nə problem var? Məncə yəni burada bir problem görmürəm. Mən düşünürəm ki, bunu bəli bir çox yerdə görmüşəm. Yəni Instagramda daha çox qabağıma çıxıb. Mənim düşüncəmə görə bu tamamilə səhv düşüncədir. Çünki bu insanın xarakterindən gələn bir şeydir. Yəni sən hicab taxıb xaraktersiz də ola bilərsən ya. Yəni bunun hicabla heç bir əlaqəsi yoxdur deyə düşünürəm. Yəni çox belə məntiqsiz bir düşüncədir. Bir də yəni bu mövzuda ümumiyyətlə mənə elə gəlir ki, daha çox son vaxtlar bu mövzunun üstündə çox danışırlar və bilmirəm, bəlkə nəyisə təbliğ eləməyə çalışırlar, amma düşünürəm ki, yəni elədikləri şey çox mənfidir və qıraqdan da çox pis görsənir. Həm də hicablı olan insanların, məktəbdə oxuyan əsasən də şagirdlərin məncə psixologiyasına da təsir eləyər deyə düşünürəm. Yəni hazırda bu aktual olan məsələ. Uşaqlara mənfi təsir eləyir daha da. Əvvəl onu deyim ki, hicab bu dinin bir nöqteyi nəzərdən götürsək, həm tərbiyəvi işdir, həm də dini nöqteyi nəzərdən yaşmaqlanırlar da, nəzər deyim sənə. Amma əxlaq nöqteyi nəzərdən səliqədir bir növü. Bir növü səliqədir. Kənar adamlar, oğlandır da, qaynayan vaxtı baxır, xoşu gəlir, ürəyinə min keçir. Amma hicab olanda, misal çox biraz yığışdırır özünü. Bir də bəs bu məsələ fikriniz necədir ki, deyirlər valideynlər uşaqlara təzyiq göstərirlər, onlara hicab taxdırmaqla. Bəs bu məsələ fikriniz necədir? Bilirsiniz, bu mən də bunu eşitdim, amma inanmıram ki, valideyn əgər o Uşaq istəməsə ona taxsın məcbur. bəli, mən inanmıram ki, uşaq istəməsə, valideyn onu məcbur eləsin ki, sən ona hicab, mütləq hicab taxmalısan. Bu Allaha eşq, peyğəmbər sevgisi ürəkdən,
qəlbdən gələn eşqdir, qəlbdən gələn sevgidir. Mən bu gün metro ilə gəlmişəm. Bəlkə də azlaşdı idi. Oturub deməli hamı telefondan oynayır qadınlar. O oturub Quran kitabı oxuyur. Başında da hicabı. Vallah billah. Quran kitabı oxuyur. Balaca bir Quran kitabı vardı əlində, onu oxuyurdu o. Mən baxırdım, heyran aparırdım. Mən baxıram, qızlar oturub, hamısı bəziləri də, hamısı yox. Oturub elə şıp-pışırıbdılar knopkana, ancaq o qız oturub Quran kitabı oxuyur. Onları Başında da yaradanın, Allahın kitabını oxuyur. Vaxtını elə dəyərləndirir. Bəli, Allahın kitabını oxuyur. Başında da hicab. Mənə bilirsən nə tək xoş gəldi. Eyvallah. Nə gözəl. Yəni belə deyək də, sizcə bu hicab taxmaq uşaqlara qarşı təzyiq deyil də, yəni. Əlbəttə. Uşaq onu qəbul eləyirsə, uşaq bu hicabla xoşbəxtdirsə, burada nə təzyiq ola bilər? Elə deyil. heç bir şey, heç bir şey. Hər bir valideyn övladlarına bunu eləyə bilər, elətdirə bilər. Eyvallah. Başqa bu Daha da məsələ bizim ilə Azərbaycanda daha da biraz nəsərdim, pis çıxmasın. Namus, qürriyyət biraz da çoxalar. bir növ müsəlman hicab taxmaq, yəni İslam mədəniyyətlər əxlaqı belə deyək də həmin dövlətin, həmin ölkənin mədəniyyətini gücləndirən şeydir. Elə deyil? Hər Nəinki bu İslamdan uzaqlaşmaq.